Dərə xəstəlikləri içərisində bir çox patologiyaların bu günə qədər səbəbi konkret bəlli deyil və bu çox təəssüflər olsun ki, bəzən insanlarımızı bir ümidsizliyə doğru aparmış olur. Amma bu heç də hər zaman müəyyən xəstəliklərin müalicəsində nəticələr almayacağıq anlamına gəlməz. Bir çox xəstəliklər vardır ki, təbii ki, bunların etiologiyası sona qədər bəlli olmasa da, bugün effektiv müalicə üsulları vardır və kifayət qədər yaxşı, davamlı nəticələr almaq mümkündür. Bu xəstəliklərin əksəriyyəti xroniki dermatozlardır, təkrarlanmağı sevər və bu xəstəliklərin də içərisində bizim qarşımıza müxtəlif kliniki variantlarda çıxan qırmızı yastı dəmrov xəstəliyidir. Qırmızı yastı dəmrov xəstəliyi 20-dən çox kliniki variantda bizim qarşımıza çıxa bilər. Həm dırnaqların, həm hamar dərinin, həm büküşlərin və saçlı dərini də daxil etsək, bu nahiyələri bütünlükdə zədələyə bilər və ya fərqli lokalizasiyalarda, fərqli kliniki variantlarda bizim rastımıza çıxar. O yüzden həm proqnoz baxımından, həm də xəstəliyin kontrolu olması baxımından qırmızı yastı dəmrov diaqnozu qoyulmuş xəstələr mütləq qaydada dermatoloqların daimi müşahidəsi altında olmalıdırlar.